Növbəti mövzumuz nazik təbəqə metalın və məftilin təmizlənməsi, əyilməsi mövzusudur. Əgər bizdən testdə soruşsa ki, metal lövhələrin və məftilin səthi çirkdən, pasdan, rəngdən nəyin vasitəsilə təmizlənir, o zaman sumbata kağızı və cilalayıcı qəlbi götürürük. Yox, əgər desək ki, metal lövhə və məftilin iti kənarlarını biz nə ilə təmizləyirik, o zaman da xırda kərtikli yeyədən istifadə edərək bu işi yerinə yetiririk. Təmizlənən səth məngənənin dodaqlarına 5-8 mm hündürdə çıxmalıdır. Baxın, burada qeyd olunub. 5-8 mm hündürdə çıxmalıdır ki, biz rahat təmizlənmə işlərini yerinə yetirə bilək. Pəstahı müxtəlif alətlərin köməyi ilə və xüsusi tərtibatların köməyi ilə əymək mümkündür. Əymə zamanı biz metal lövhədir, məftilidir, nişanlanma xətti boyunca məngənənin dodaqları səviyyəsində bərkilirik. Təmizləmə zamanı məngənənin dodaqlarından 5-8 mm hündürə çıxardırıq, amma əymə zamanı isə məngənənin dodaqları səviyyəsində biz bərkilirik və məngənənin dodaqları səviyyəsində bərkitdikdən sonra taxta çəkiclə zərbələr vuraraq, baxın, burada göstərilib. Taxta çəkiclə zərbələr vuraraq biz metalı, məftili əyirik. Daha sonra ensiz metal zolaqları biz yastı ağız və yumru ağız kəlbətin vasitəsilə əyirik. Bir daha təkrar edirəm. Ensiz metal zolaqları və məftili yastı ağız və yumru ağız kəlbətin vasitəsilə əyirik. Yumru ağız kəlbətinlə həmçinin biz məftili əyərək halqa şəklinə sala bilirik. Baxın, bu da testlərdə qarşımıza çıxır. Məftili halqa halına salmaq üçün hansı kəlbətindən istifadə edirik? Yumru ağız kəlbətindən. Daha sonra əymə zamanı düzbucaqlı, üçbucaqlı, dairə və digər formalı məmulatları da biz müvafiq sığanaqlardan istifadə edərək əyirik. Elastik polad məftili lövhələri əyəndə biz onları buraxdıqda əvvəlki formalarına qayıda bilirlər, yəni təkrar açıla bilirlər. Bunun üçün də biz elastik polad və məftili böyük bucaq altında əyirik ki, istədiyimiz nəticəni, istədiyimiz bucaq altını götürə bilək. Pəstahları müəyyən radiuslu 90 dərəcəlik bucaq altında əyilməsini də biz dairəvi sığanaqlardan istifadə edərək həyata keçirə bilirik. Əyilmə zamanı da biz pəstahı əymək üçün ondan əydikdə onların ölçülərinə şablonla nəzarət edirik. Şablon nə idi? Şablon detal formasıdır, yəni ülgüdür. Şablon da qalın kağızdan, kartondan və yaxud da ki, plastik kütlə üzərində hazırlanır, qayçı ilə kəsilir və həmin şablondan istifadə edərək əymə zamanında biz ölçülərə nəzarət edirik. Daha sonra həncəma və cəftə kimi detalları xüsusi əymə tərtibatlarında daha tez və dəqiq əymək mümkündür. Əymə zamanı hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? Metal təbəqələri yalnız əllik yeyib təmizləmək, sonra onu əymək lazımdır. Əyiləcək pəstahları etibarlı bərkidirik. Ümumiyyətlə biz işi icra edən zaman, istər oduncaqla işləyən zaman, istərsə də metalla işləyən zaman mütləq onları pəstahları etibarlı bərkitməliyik ki, işimizi daha yaxşı yerinə yetirə bilək, keyfiyyətli nəticə əldə edə bilək. Təbəqələrin və məftillərin iti uclarına əllə toxunmaq olmaz. Barmağımızı kəsilmədən, çəkic zərbələrindən qorumalıyıq. Bu da bizim əymə zamanı riayət etməli olduğumuz təhlükəsizlik iş qaydalarıdır. Növbəti mövzumuzda gəlir nazik metal lövhələrin birləşdirilməsi. Nazik metal lövhələrin ən geniş yayılmış birləşdirmə üsulu qatlama tikişidir. Qatlama tikişi burada göstərilib, şəkildə göstərilib, qeyd olunub. Əvvəlcə necə işə başlayırıq. Əvvəlcə təbəqələri 90 dərəcə bucaq altında kənarlardan 6-8 milli bu hissədən əyirik 90 dərəcə bucaq altında. Daha sonra təbəqəni çeviririk. Baxın, çevirdik. Aralarında 2-3 milli məsafə qalmaqla qatlayırıq. Qatladıqdan sonra təbəqələri, bu qatlanmış hissələrini bir-birinə içərinə keçirib qıfıla salırıq və onun qıfıla saldıqdan sonra taxta çəkiclə
pilləli zərbələr vuraraq onları etibarlı bərkidiririk. Birləşmə zolağında olan bu çıxıntı, baxın müəllimlər, birləşmə zolağında bu olan çıxıntı təbəqələrə aralanmaq imkanını vermir. Həm də onun möhkəmliyini artırmış olur. Qatlanma tikişi ilə birləşmədən dam örtüklərindəki polad təbəqələrin, ventilyasiya və soyuducu boruların birləşdirməsində istifadə edilir. Birləşdirmələrin digər metaldan olan detalların birləşdirmə üsullarından bir digəri isə pərçimlə birləşdirmədir. Pərçimlər başlıqdan və mil hissədən ibarətdir. İki hissədən, başlıqdan və mil hissədən ibarət olan bərkidici detaldır. Onlar yumşaq poladdan, misdən, alüminiumdan, latundan hazırlanır. Pərçimlərin başlıqlarının formasına görə yarımgirdə, yastı, gizli, yarımgizli formasında başlıqları mövcuddur. Pərçimlə birləşmədə ilk öncə pərçimlər üçün deşiklərin mərkəzi nişanlanır, daha sonra deşikəçən və yaxud da buruğu vasitəsilə deşiklər açılır. Çox vaxt birləşdirilən pəstahlar eyni vaxtda məngənədə və yaxud da ki, sıxacda eyni vaxtda sıxılaraq buruqlanırlar. Buruqlanan zamanda deşiyin diametri pərçimin diametrindən 0,2, 0,1-0,2 milli böyük olmalıdır. Baxın, burada qeyd olunub. Deşiyin diametri pərçimin diametrindən böyük götürülür. 0,1-0,2 milli. Daha sonra pərçimi biz deşiyə salırıq. Pərçimi deşiyə salan zaman pərçimin mil hissəsi, baxın, burada mil hissəsi 1,3-1,6 milli detalın üzərinə çıxır. Daha sonra başlığı saxlayıcının oyuğuna yerləşdirilir. Baxın, bu hissədə də qeyd olunub. Başlığı saxlayıcının oyuğuna, saxlayıcıyla oyuqda yerləşdirilir, başlıq forması. Sonra ona çəkic zərbələri vurulur. Çəkic zərbələri vurulub, bir-birinə birləşdiriləndən sonra çəkic zərbələri ilə zərbələr vurulub, detallar bir-birinə sıx birləşdirildikdən sonra dairəvi çəkic zərbələri ilə biz qapayıcı işləri yerinə yetiririk və pərçimlərin başlıqlarına sıxacın köməyi ilə düzgün forma veririk. Sıxacın köməyi ilə düzgün forma veririk. Bir daha təkrar edirəm. Pərçimləmə zamanı deşiyin diametri pərçimin diametrindən 0,1-0,2 milli böyük olmalıdır. Pərçim deşiyə salınır. Deşiyə salınan zaman pərçimin mili səthdən detalın üzərindən 1,3-1,6 millimetr hündürdə qalmalıdır. Daha sonra başlığına saxlayıcının oyuğuna yerləşdiririk. Baxın, saxlayıcının oyuğuna yerləşdiririk. Daha sonra birləşdirilən detallara çəkic zərbələri ilə bir-birinə yaxınlaşdırırıq. Bir-biri ilə yaxınlaşdırırlar. Sonra dairəvi çəkic zərbələri ilə qapayıcı başlığı pərçimləyir. Gördünüz, burada başlıq mil forması göstərilib. Çəkiclə onun forma veririk, döyəcləyirik daha doğrusu. Daha sonra bu hissənin, baxın, bu çəkiclə döyəclədiyimiz hissənin başlığına düzgün forma vermək üçün sıxacdan istifadə edirik. Sıxacdan da istifadə edirik, düzgün forma veririk. Görünüş cəhətdən də onun görünüşünü düzəldirik sıxacın vasitəsilə və bununla da bizim pərçimlənmə işimiz yekunlaşmış olur. Daha sonra pərçimlə birləşdirmədən biz harda istifadə edirik? Gəmi qayırmada, körpü salmada, təyyarələrin hazırlanmasında, məişətdə istifadə etdiyimiz metal avadanlığının hazırlanmasında istifadə edilir. Nazik təbəqə metalların pərçimlə birləşdirməsi zamanı təhlükəsizlik qaydalarına əməl etməliyik. Bunlar hansılardır? Pərçimlə birləşdirməni yerinə yetirən zaman çəkic başının dəstəyi tam etibarlı oturduğuna diqqət etməliyik. Pəstahı məngənədə möhkəm bağlanmalıdır. İşləyən şəxsin arxasında durmaq olmaz. Bu da birləşdirmədə istifadə etdiyimiz, riayət etməli olduğumuz təhlükəsizlik iş qaydalarıdır.